Salam əziz şagirdlər, bu videomuzda natural ədədlər mövzusunu sıfırdan ən son çətinə qədər izah edəcəm. Yəni bu video həm buraxılışa hazırlaşan 9-lar və 11-lər üçün, həm də bloka hazırlaşanlar üçün olacaq. Eləcə də müəllimlər, eləcə də təkmilləşdirmə 5-dən 8 olan qruplar istifadə edə biləcəklər. Çünki mən burada həm blok səviyyəsində olan çətin tip suallara toxunacağam. Yəni heç başqa qayda kitablarında tapa bilmədiyiniz qaydaları burada göstərəcəm sizlərə. Həm də çətin tip blok imtahanına düşmüş səviyyədə olan suallara baxacağam. Həm blok, həm buraxılış əsasında olan tip suallara baxacağam. Bir də ki, siz bu qaydaları video qaydaya baxdıqdan sonra buradakı tip sualların izahını mən yazdıqca, siz də mənlə əlinizə qələm alıb işləsəz, toplunun istər 9-un toplusu olsun, istər 11-in toplusu olsun, orada toplunun həlləri YouTube-da paylaşılır, düzdür? Yəni onlara baxmağa ehtiyacınız olmayacaq. Onlara baxmağa ehtiyacınız olmadan siz özünüz artıq topları işləyə biləcəksiniz. Yəni çünki mən burada hər tip suala toxunacağam. İstər 9-un toplusundan, istər 11-in toplusundan hər tip suala toxunacağam. Burada, yəni bax imtahana elə düşmüş tip suallardan görürsünüz, bu hər cür tip sual burada var. Yəni siz bu PDF-dən istifadə etməklə artıq qayda kitabından istifadə etmək lazım gəlməyəcək. Çünki siz neçə qayda kitabından istifadə edəcəksiniz? 1-mi, 2-mi, 3-mü? Amma yəni 5 qayda kitabınız belə olsa, onların içində 5-ində belə tapa bilməyəcəyiniz elə qaydalar var ki, mən onları burada vermişəm. Burada onların izahını vermişəm. Bu PDF-i mənim WhatsApp nömrəmi yazaraq əldə edə bilərsiniz. Eləcə də digər mövzuları bu şəkildə çəkəcəm və həmin onların da PDF-lərini məndən əldə edə bilərsiniz. Bu sonda kitablardan götürdüyüm çətin tip suallardır. Necə deyim sizə, bu mövzuya aid tip suallardır götürmüşəm. Bunların da izahlarını verəcəm sizə. Yəni mən bu kitabda, bu PDF-i hazırlayarkən həddən artıq çox nəşriyyatlardan istifadə etmişəm. Həm özüm onları sadələşdirmişəm, sadə dillə yazmağa çalışmışam ki, uşaqlar başa düşsün. Çünki 9-cu siniflər o qədər sıfırdan gəlirlər ki, o qədər anlayışları aşağı olur ki, yəni başa düşə bilmirlər. Ən az heç olmasa 9-u hazırlaşandan sonra 11-in siniflər daha rahat olurlar, 9-lara baxanda başa düşməkləri daha rahat olur. Amma 9-lar həddən artıq çox əziyyət çəkirlər. Ona görə mən onlar üçün o qədər sadələşdirmişəm ki, bu qaydaları və yəni sizin tapa bilməyəcəyiniz qaydaları neçə kitab durub axtarasınız ki, o topluda olan sualın həll qaydasını tapasınız. Amma mən burada hamısını bir yerə yığmışam sizincə. Bu PDF-ləri mənim WhatsApp nömrəmə yazıb əldə edə bilərsiniz. İndi başlayaq sıfırdan sona qədər. Mən izah edərkən bazası olan uşağa maraqsız gələ bilər. Əvvəli maraqsız gələ bilər, çünki əvvəlindən anlayışı var bunun. Amma biraz video arxaya verib, çətin yerlərini izləsən daha yaxşı olar. Amma yəni başdan izləsən sizin üçün daha yaxşı olar. İndi baxaq ən başdan. Natural ədədlər. Yəni bu PDF hazırlamaqda məqsədim nədir? Çünki elə şagird var ki, öz yazdığını heç özü anlamır. Yəni mənim elə oğlan şagirdlərim var idi ki, keçən illərdə. Təkrara qaydırıq və ya ilin ortasındayıq və ya mən ümumiyyətlə 2 mövzu keçdimsə, 3-cü mövzunu keçəndə artıq deyirəm ki, natural ədədlərdən filan nömrədən filan nömrə təkrar işləyək. Yəni hər mövzunu çox-çox təkrar işlədirəm. 3-4 mövzu keçdik, geriyə qayıdıram. Həm yeni mövzudan, həm də keçmiş mövzulardan suallar verirəm. Və şagird, mən şagirdə sual verdiyim zaman o şagird mənim verdiyim sualın cavabını bilməyəndə deyirəm, axı mən bu qaydanı yazdırmışam. Əminəm yazdırdığıma. Və o deyir ki, yox, yazdırmamışsınız müəllimə. Deyirəm, yazdırmışam. At dəftərinin şəkillərini mənə atır. O vərəqdə mən o yazdırdığım qaydanı mən tapıram. Çünki o nə cür xətlə yazırsa yazsın, mən o qaydanı orada başa düşürəm ona yazıb. Amma özü başa düşə bilmir. O deyir ki, yoxdur bu qayda. Özünün vərəqdə göstərirəm ki, bu vərəqdə. Yönəldirəm təzədən o vərəqə ona ki, bax bu vərəqdə idi o həmin qayda. Şagird öz yazdığını oxuya bilmir. O dərəcə pisdir xətdə. Və ya dərs zamanı
tez-tez yazmağa çalışır. Mən deyirəm ki, ən azından dərsdən sonra oturub yazın. Dərsdən sonra da oturub yazmaq yenə də vaxt çatdırmır şagird. Ən yaxşısı PDF-i özümün hazırlamağıdır. Özümün hazırlamaqda yaxşı ki, mən daha yaxşı yazıram. Şagird düzdür, mən xəttim o qədər yaxşı deyil demirəm. Xəttimi yaxşı yazdığımı demirəm. PDF-i yaxşı hazırladığımı deyirəm. Mən bunu yaxşı hazırlamışam. Bunun üstündə də izah edəcəm. Yəni bu neçə ay keçsə də o PDF səndə qalacaq. İstəsən bunu çapda eləyib çıxarda bilərsən. Bu vərəq səndə qalacaq və biz təkrara qayıtdığımız zaman mən natural ədədləri təkrarla deyəndə də və ya bir ay içərisində yəni neçə dəfə təkrara qayıdıram mən. Hər ay, sentyabr, oktyabr, noyabr, dekabr, hər ay mən təkrara qayıdıram. Qayıtdığımda ən azından sən mənə bu PDF-dən qaydanı cavab verə biləcəksən. İndi başlayaq. Natural ədədlər nəyə deyilir? Natural ədədlər sayma nəticəsində yaranan ədədlərə deyilir. Başqa cür də deyə bilərik qaydasını. Sayarkən, əşyaları sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər PDF üstünə yazmayacağım, aşağıda yazıram. 2 hissəyə bölmüşəm, görürsünüz ekranı. Natural ədədlər N hərfi ilə işarə olunur. Kiçik N demirəm uşaqlar, böyük N. Böyük N natural ədədlər anlayışını göstərir. Kiçik N isə nəyinsə sayını, yaxşı sayını. Bildinizmi? Nəyinsə sayını bildirir. Natural ədədlər N hərfi ilə işarə olunur. N-ə daxildir. Baxın, daxildir işarəsi görürüz necədir? N, E hərfinə oxşayırmış kimi. N-ə daxildir. Nələr? 1, 2, 3 və sonsuz natural ədədlər sistemi, sonsuz say sisteminə aiddir. Natural ədədlər gördünüz neçədən başlayır? 1-dən. Bəs sıfırdan başlayan nədir? 0, 1, 2, 3 və 9-da dayanırıq. Buna sonsuz demirəm. Bax, bu 9-da dayanır. Bu isə sonsuza qədər getmişdir. Natural ədədlər 1-də başlayıb sonsuza qədər gedir. Amma 0-dan başlayıb 9-da bitən. Bu isə rəqəm anlayışıdır. Rəqəm nədir? Biz natural ədədləri, ümumiyyətlə testdə bir olur natural ədəd görürsünüz, bir də ədəd görürsünüz. Ədəd elə natural ədəddir uşaqlar. Bu anlayış sizə çaşdırmasın. 9-lar bunda çaşırlar. Ədəd də görə bilərsən, natural ədəd də görə bilərsən. Eyni şeydir. Bir də var rəqəm. Rəqəm ədədin və ya natural ədədin. Ədəd, natural ədəd eynidir. Ədədin yaranmasına kömək edir. Məsələn, 111. 111 nədir? Ədəddir. 111 ədədi necə yaranıb? 3 dənə 1-in yan-yana düzülüşündən yaranıb. Bunlar bir-birinədir. Bunlar rəqəmlərdir. Rəqəmlər birləşib əmələ gətirib, ədəd əmələ gətirib. Demək, məsələn, 123 ədəddir. Necə yaranıb? 1, 2, 3 rəqəmlərin köməyi ilə yaranıb. Demək ki, rəqəmlər nə işə yarayır? Ədədlərin yaranmasına kömək edir. Natural ədədlər və ya ədəd necə yaranır? Rəqəmlərin köməyi ilə 0-dan 9-a qədər bizim, baxın, burada da qeyd eləmişəm. Bu necə göstərim? Hə, bu şəkildə baxın. Baba burada 0-dan 9-a qədər 10 dənə, görürsünüz, 10 dənə rəqəmimiz var. 0-dan 9-a qədər, 1-dən 9-a qədər 9 dənədir, 0-la birlikdə 10 dənə rəqəmimiz var. Amma ədədlər sonsuzdur. Ədəd dediyim natural ədəddir. Natural ədəd ədəddir. Bunlar nədir? Sonsuzdur. Neçədən başlayır? 1-dən başlayır. Neçəyə qədər gedir? Sonsuza qədər gedir. Niyə görə 1-dən başlayır? Bax, 1. 1 ədədi necə yaranıb deyirəm sənə? Deyirsən ki, 1 ədədi 1 rəqəminin köməyi ilə yaranıb. Yaxşı, 10 ədədi necə yaranıb? 1 və 0 rəqəmlərinin köməyi ilə. Deyirəm ki, mənə bir ədəddə 0-la başlasın. Deyirsən ki, riyaziyyatda 0-la başlayan bir ədəd yoxdur. 0 özü rəqəmdir, rəqəm. Mən 0-la başlayan 0-1, 0-20 deyə bir şey yaza bilmərəm. Qarşıda olan 0-ın mənası yoxdur. 0-la başlayan ədədim yoxdur. Bunu sən niyə görə bilməlisən? Bilirsən niyə görə? Üstü xətt misallar var. 9-cu siniflər bəlkə hələ də görməsə, amma görmüş olarsınız. 10-11-lər amma görüb. Üstü xətt misallar. Üstü xətt misal nədir? Məsələn, bax bu şəkildə verir. A, B, C ədəd verir. Bu üstü xətt misaldır. Üstü xətt misalda üstündə xət olanda. Burada biz deyirik ki, A-da, B-də, C-də hər hərfin altında yatan bir rəqəmli ədəddir. Bir rəqəmli ədəd.
Yəni bu S-miz təkcə 5 ola bilər, S-miz təkcə 6 ola bilər. S-miz 15 ola bilməz, 2 rəqəmli ola bilməz. Sən bilsən də bir rəqəmli budur. 1, 2, 3 bir rəqəmlidir. 12 2 rəqəmlidir. Məsələn 151 3 rəqəmli ədəddir. Bir rəqəmli, 2 rəqəmli, 3 rəqəmli deyəndə bunu nəzərdə tuturam. Yəni burdakı hər bir hərfin altında yatan nədir? Bir rəqəmli ədədlərdir. Bir rəqəmli ədədlər. Yəni sən deyə bilməzsən ki, orada S 2 rəqəmli idi. Üstü xətt misalda, üstü xətt xəttin altında ABCD də ola bilər. 4 dənə hərf də ola bilər. Neçə hərf olursa olsun, hər hərf nəyi nümayiş elətdirir? Hər hərf bir rəqəmli ədədləri nümayiş elətdirir. Yəni orada A-nın, B-nin, C-nin, D-nin yerinə 0-dan 9-a qədər 10 dənə rəqəm qoya bilərsən. 0-dan 9-a qədər say 10 dənə rəqəm eləyir. 0-dan 9-a qədər olan rəqəmlərdən ancaq istifadə edə bilərsən bir dənəsini. C-yə bir dənəsini, A-ya bir dənəsini, B-yə bir dənəsini, D-yə bir dənəsini qoya bilərsən. Bunu mütləq bilməlisən. Baxın, burada da qeyd etmişəm. 120 ədəddir. 1, 2, 0 rəqəmləri ilə yaranmış ədəddir. Bu PDF-də mən bu PDF-i məsələn yarısını bir vaxt hazırlamışam. Gecə yarısı 2-də, 3-də yazdığım PDF-dir bu mənim. Burada bu PDF-ə baxarkən hərf səhvi falan gördünüzsə, yəni qaydada səhv ola bilməz, 100%. O mümkün deyil ki, qaydada səhv olsun. Burada hərf səhv ola bilər. Uşaqlar PDF-də hərf səhv tavanı elə bilirlər ki, nə tapıblar da daha hərf səhv ola bilər. Hər kəsdə hərf səhv olur. Mən də riyaziyyat müəllimiyəm, Azərbaycan müəllimi deyiləm ki, durum orada nöqtəsinə qədər yazım. Məsələn, mən cavab əvəzinə cavabı yazıram. Yəni bunları başa düşə bilərsiniz. Yəni durub burada hərf səhvi yenə deməyin ki, ay biz PDF-də səhv tapdıq. Aha, sonra davam edək. Bir ədədin bax, birinci qayda. Ədədin onluq say sistemində yazılışı. Ədədin onluq say sistemində yazılışı. Bu nə deməkdir? Sən bundan sonra testlərdə belə sözlər görəcəksən. 2 rəqəmli ədədin, 3 rəqəmli ədədin və ya ədədin məsələlərdə belə sözlər görəcəksən. Natural ədədin nümunə deyim. Natural ədədin sağına və soluna 1 yazıldıqda, bax belə tip suallar görəcəksən indi məsələlərdə sən. Natural ədədin sağına və soluna 1 yazdıqda istəyir məsələdə natural ədəd sözü gör. İstəyir məsələdə ədəd sözü gör. Yəni neçə rəqəmli olduğundan söhbət getmir ki, burada düzdür. İndi bax toplunu işləyəndə bu sənin qarşına çıxacaq. Topluda belə suallar var. Neçə rəqəmli olduğunu demir. Deyir ədədin sağına və soluna filan bir rəqəmini əlavə etdikdə 4 rəqəmli ədəd əmələ gəlir. Sən burada uşaq bilmir qələmi hardan qoysun, harda başlasın, harda bitsin. Bax buna görə mən sənə nə edəcəyimi, həmin tipi sualı oxuyarkən onu necə başa düşəcəyini izah edirəm və diqqətlə məni dinləyirsən, bu PDF-i də əldə edirsən və hamısını bir-bir öyrənirsən. Demək nə edirik? Əgər natural ədəd deyirsə və ya neçə rəqəmli olduğunu demirsə, neçə rəqəmli olduğundan söhbət getmirsə, sən AB üstü xətt götür. Neçə rəqəmli olduğundan söhbət edemədim ki sənə. Demədim ki sənə 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli. Sadəcə dedim natural ədədin və ya natural ədəd deməyim, ədədin. Ondan nədir bu? AB üstü xəttdir. AB üstü xəttdən istifadə edəcəyik. Amma misalda 3 rəqəmli ədəd deyərsə, artıq 2 rəqəmli deyərsə AB üstü xəttdir. 3 rəqəmli ədəd deyərsə ABC üstü xətt götürəcəksən. Artıq sən neçə rəqəmli olduğunu deyir, sən də bu şəkildə götürəcəksən. Amma neçə rəqəmli olduğunu deməsə, elə topluda məsələdə deyir ki, ədədin sağına və soluna bir rəqəm əlavə etdikdə alınan 4 rəqəmli ədəd verilən ədəddən onda verilən ədəd nə idi? Deyir ədədin sağına və soluna. Bax, ədədin sağına və soluna. Ədədin dedi də sənə, ədədin və ya natural ədədin fərqi var deyəndə yox. Mən sənə öyrətmişdim. Demişdim, ədədin və ya natural ədədin fərqi yoxdur. Eyni şeydir. Ədədin deyəndə sən riyaziyyatdan nə başa düşəcəkdin? Ədədin dedisə AB üstü xətt başa düşəcəkdin. Ədədin və ya natural ədədin fərqi yoxdur bu sözlər. Bu sözləri görəndə nə başa düşəcəksən? AB üstü xətt. Neçə rəqəmli olduğunu demirəm də sənə. Artıq 3 rəqəmli desəm ABC təbii ki götürəcəksən. Amma neçə rəqəmli olduğunu deməmişəmsə AB üstü xətt götürəcəksən. Ədədin sağına və soluna 1 əlavə etdikdə bu xətti bir zəhmət sənə uzadacaqsan, sağına 1, soluna 1.
Sağına və soluna bir əlavə etdik. 4 rəqəmli. Bu 4 rəqəmli ədəddir, düzdür? 4 rəqəmli. Bu da 2 rəqəmli ədəd idi. Ümumiyyətlə mən sənə demişdim ki, riyaziyyatda ədəd deyəndə, natural ədəd deyəndə AB götürürsən. 2 rəqəmli ədəddir. Deyir ki, alınan ədəd gözün görür budur. Verilən ədəddən 4 dəfə böyüdür, tutalım. Sual indi dəqiq yadımda deyil, neçə dəfə nə idi, neçə dəfə böyüdü, özümdən dedim indi. 4 dəfə böyüdür. Yəni bu, bundan 4 dəfə böyüdür. Sən də neyin yersən? Biz həmişə riyaziyyatda nə edirik? Kiçiyi neçə dəfə böyüdür deyir. Kiçiyi tutalım, həmin ədədə vurub böyüyə bərabər eləyirəm. Bunu 4-ə vurub böyüyə bərabər eləyəcəm. Bu şəkildə sualı həll etmiş olacağım. Bax, bu sənin topluğun, blokuvun çətin suallardan biri idi. Demək keçirik. Görsən, burada bir PDF-də izah eləmişəm. Əgər üstündə xətt varsa, onda xəttin altındakı hər bir hərf bir rəqəmi bildirir. Yəni, ABC deyəndə, məsələn, C3-ü, B2-ni, A1-i. Yəni, A-nın yerinə 11 yaza bilməzsən. A 2 rəqəmli ədədi bildirə bilməz. Hər hərf bir rəqəmi bildirir. A-ya ancaq bir rəqəmli ədəd verə bilərik. Görsən, yazmışam burada. ABC bu cür yazılışında birinci yerə A-ya, yəni 0 verə bilmirik. Bilmirik yazmışam, bilmərik yazmalıyam. Yəni, belə şeylərə fikir vermirsiniz, sözlərdə səhv tutmursunuz. Bunu indidən deyirəm, orada mənim üçün sözlərdə səhv tutmayın. Sonra, çünki 0 ilə başlayan natural ədəd yoxdur. Baxın, onları qeyd eləmişəm. Sonra uşaqlar, baxın, burada bir qayda vermişəm. A, B, C, D. Sən bilirsən ki, özündə, yəni sondan başlayanda bu təkliklər mərtəbəsidir. Onluqlar mərtəbəsi, yüzlüklər mərtəbəsi, minliklər mərtəbəsi. Burada hətta getsək, gedəcəyik, amma getmirik, saxlamışam. Mən sinifləri, mərtəbələri, hamısını izah etdiyim video da var. Natural ədədlər videosu. Orada onu lap dərinlicə izah etmişəm. Sinif, mərtəbə, bilmirəm indi bu anlayışdan bilirsən, bilmirsənsə. Bax, burada göstərim. Elə bu PDF üstünə göstərim. Sən ədədi oxuyarkən bilirsən ki, biz onu nə etməliydik? Soldan sağa doğru nə edəcəyik? 3-3 ayıracaqdıq. 3-3 ayırdıq. Tutalım. 1, 2, 3. Bura olacaq nə? Təkliklər sinfi. Sonra 1, 2, 3. Bu olacaqdır nə? Minliklər sinfi. PDF-ki olamaq istəmirdim. 1, 2, 3. Bu üçlük olacaq. Təklik, minlik, milyon, bloklar sinfi. Bir dənə də 3 ayıraq. Bu da olsun milyardda. Milyardlar sinfi. Bax, bir də deyirəm. Əgər hər hansı bir şagird ola bilər, 8, 7, böyük ədədlər oxuya bilməyən şagirdlər ola bilər. Soldan biz ümumiyyətlə böyük bir ədəd oxuyarkən soldan sağa doğru 3-3 arxadan başlayırıq ayırmağa. 3-3 ayırıq. Hər 3 bax. Hər 3 rəqəm bir dənə sinifi göstərir. Bu təkliklər sinifidir, bu minliklər sinifidir, bu milyonluqlar sinifidir, bu milyardlıqlar sinifidir. Demək, sənin sinifin adları nədir? Bu qaydadır. Sinifləri say desəm, təkliklər, minliklər, milyon, milyardlıqlar sinifi. Sinifləri mən sənə gecə saat 3-də də oyatsam, sənə desəm ki, mənə sinifləri say, təklik, minlik, milyon, milyardlıq. Sən bunu əzbər saymalısan. Mən sən deyəndə ki, minliklər sinifinin mərtəbə vahidlərini say. Bax, hər sinif, bax, bu bir sinifdir. Bu da bir sinifdir, bu da bir sinifdir, bu da bir sinifdir. Hər sinif 3 mərtəbədən ibarətdir. Birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə. Görsən? Birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə. Hər sinif 3 mərtəbədən ibarətdir. Siz sinifdə oturursunuz uşaqlar. Özünüz görürsünüz partalar neçə cərgə düzülüb. Pəncərə tərəfdəki cərgə, ortadakı cərgə, bir də sinif otağının qapısı tərəfdə olan cərgə düzülüb. 3 cərgədə, 3 mərtəbədə düzülmüsünüz. Bu şəkildə düşünün. Təkliklər sinifi hansı mərtəbələrdən təşkil olunub? Bax, bütün, ümumiyyətlə 3 dənə mərtəbə var. 3, bunu yazaq. 3 mərtəbə var. 3 mərtəbə var. Hansı mərtəbələrdir? Təkliklər
onluqlar mərtəbəsi, bir də yüzlüklər mərtəbəsi. Hər sinif 3 mərtəbədən təşkil olunub. Hər mərtəbədə eyni uşaqlar. Ümumiyyətlə bu minliyin də, milyonun da, milyardın, təkliyin də hamısı mərtəbələri eynidir. Sadəcə hər mərtəbənin sonuna sinifin adını deyirik. Məsələn, sizin sinifdə pəncərə altında oturan sıra, həmin sıra da tutalım 9A-nın uşaqlarıdır. Orta sırada oturanlar da 9A-nın şagirdləridir, düzdür? Sinifin adı nədir? 9A. Sinifin adı nədir? 9A. Görsən, sinifin adı təkliklər sinifidir. Sən o sıranın uşağı da barədə gəzəndə, koridorda gəzəndə deyirsən 9A-dır, orta sıra gəzəndə də deyirsən 9A-dır, düzdür? Ona görə bura təklik, bura onluq, bura yüzlükdürsə, bura təkliklər, bura onluqlar, bura yüzlüklər deyəndə, indi burada təkliklər sinifidir deyə də ardında bir şey demirəm, heç nə demirəm. Amma burada təklik, onluq, yüzlükdür. Bura deyəcəksən, təkminliklər mərtəbəsi. 10-dur, düzü onluqdur, düzü onluq mərtəbəsidir bura. Amma onluq demirik də, sinifində adını deyirik. Deyirik, axı o 9A sinifinin uşağıdır. Ona görə bura deyirəm ki, 10 minliklər mərtəbəsi, 100 minliklər mərtəbəsi. Elə bil ki, mərtəbənin adını deyəndə, mərtəbə təklik mərtəbəsi deyil, mərtəbənin adını deyəndə arxasına da sinifin adını deyirsən. Tək minlik, 10 minlik, 100 minlik, tək milyon, 10 milyon, 100 milyon, yenə tək milyard, 10 milyard, 100 milyard. Dedik ki, bütün siniflər, ümumiyyətlə hər sinif neçə mərtəbədən ibarətdir? Hər sinif 3 mərtəbədən, 3 cərgədən, 3 mərtəbədən ibarətdir. Hər sinif 3 mərtəbədən ibarətdir. Hər mərtəbə, bax təkrar deyirəm ki, sənin yadında qalsın. Hər sinif 3 mərtəbədən ibarətdir. Hər mərtəbə deyilən zaman onun sinifinin adı mərtəbənin adının ardınca deyilməlidir. İndi təkliklərdə demədim. Təkliklər sinifi elə təkliklər sinifidir. Da ardıca demirəm. Təklik, onluq, yüzlük, təklik sinifi, 10 təklik sinifi demirəm. Elə təklik, onluq, yüzlük olaraq saydım. Minliklərə gələndə bura tək minlik, 10 minlik, 100 minlik. Tək milyon, 10 milyon, 100 milyon. Tək milyard, 10 milyard, 100 milyard. Gördün? Bu şəkildə oxuyuruq. Məsələn, gəl bir ədəd oxuyaq. Tutalım, yazıram. Deyirəm ki, bu ədədi oxu mənim üçün. Ədədi oxumaq üçün nə edəcəksən? Arxadan önə doğru, yəni sağdan, sonra yuxarıda sağdan sola, soldan sağa yazmışam. Soldan sağa yazmışam. Sağdan sola. Burası sağdır uşaqlar. Burası soldur. Sağdan sola doğru ayırırıq. İndi bu tərəf nədir? Sağımızdır. Sağdan, yəni arxadan ayırırıq. 3-3 ayırırıq. 1, 2, 3 ayırdıq. 1, 2, 3 ayırdıq. 1, 2, 3 bir dəqiqə başqa rənglə ayıram. 1, 2, 3 siz görəsiniz. 1, 2, 3 1, 2, 3 1, 2, 3 gördünüz, 3-3 ayırdım. İndi gəl bu 3-3 nə əmələ gətirib? Bu üçlər siniflər əmələ gətirib. Bu sinif nədir? Təkliklər sinifi. Bu sinif nədir? Minliklər sinifi. Bu sinif nədir? Milyonluqlar. Bu sinif nədir? Milyardlıqlar sinifi. İndi gəl oxuyaq. 123 ay qələm düşdü. 123 milyard 564 milyon 346 min 728. Bu qədər sadə idi oxumaq, gördün? 123 milyon 564 123 milyard, düz istəyirəm. Mən burada mil yazmışam, burada mil yazmışam. Milyon, milyard. Bu necə yazdım ki, başa düşəsiniz? Milyon. Milyon. Bunu da uzun sadə yazdım. Sizə başa düşülmür orada. Bura milyonu altda yazdım. Milyon. Siz başa düşəsiniz xəttimi. Burada milyard. Aha. 123 milyard 564 milyon
346.728. Hər 3 ədədin, 3 rəqəmin sonunda nə dedim? Sinifin adını dedim. İndi sənə sualda deyirəm ki, bu 5-ci sinif Namazov kitabında da, dərsliyimizdə də, eləcə də başqa kitablarda və saitlərdə qarşımıza çıxır. Deyirəm ki, tək minliklər mərtəbəsində duran rəqəm. Tək minliklər mərtəbəsi deyəndə sən hara baxacaqsan? Tək minlik demişəm axı. Birinci sinifə bax. Məsələn, minlik sinifi demişəm. Bilirsən ki, minliklər sinifi bu axırıncı 3 dənə təkliklər sinifidir. Ondan sonraki sinif isə 3 dənə minliklər sinifidir. Minliklər sinifində mən sənə deyirəm ki, tək minlik. Deyirsən, tək minlik budur, 10 minlik budur, 100 minlik budur. Görsən, deyirəm, tək minlikdə deyənin 6-dır. Deyirəm, onu qiyməti nə qədərdir? 6000. Qiyməti nədir? Yəni 6-nın sonuna, 6-dan sonra qalan rəqəmlərin sayı qədər sıfırlar yazırsan. Bunları 5-ci sinifdə siz keçmişsiniz. Bunlar 5-ci sinifdə mən izah edirəm. Eyni dediyim qaydalar isə digərlərinə aiddir. Məsələn, deyirəm ki, 10 milyard. 10 milyardlıqlar mərtəbəsində deyən ədəd. Mən milyardlıqlar demişəm axı sinifin adını. Ged əvvəl 10 milyardlığı tap, deyirsən ki, buradır. İndi mən sənə nə demişdim? 10 milyard. 10 milyard da deyirsən ki, bu təkdir, bu 10-dur, bu 100-dür. O 3 də içində hamısı onsuz da bunların tək 10, 100-dür. Əvvəlcə sinif, o 3 dənə olan sinifi tapırsan ki, o sinifə aid olan 3 dənə rəqəmi tapırsan, o 3 rəqəmdən biri təklikdir, biri 10-luqdur, biri 100-lükdür. Bu qədər sadədir. İndi buradan keçirik. Bu yazdığım qaydaların içində yox idi. Sadəcə dedim, birdən bilməyənlər olar. Bu qədər dərinə gedib izahını verdim. Demək, bizdə üstü xətt misallarda, bayaq dedim ədəd, natural ədəd görəndə biləcəksən ki, bu AB-dir. Üstü xətt misallarda bunların açılışı nə qədər olacaq? Sən üstü xətt misalı həll edərkən mütləq və mütləq açılış verməlisən. Buna məcbursan. Misalı həll edə bilməzsən. Başqa yolun yoxdur sənin. AB necə açılacaq? Bu nə idi? Təklikdir. Bu 10-luqdur. Qutardı. 10-luqdursa 10A üstəgəl B. 2 rəqəmli ədədin açılışı budur. ABC-yə baxaq. 3 rəqəmli ədədin açılışı. Nədir bu? Təklik. Nədir bu? 10-luq. Nədir? 100-lük. Təklik, 10-luq, 100-lük. 100A, 10B, C. Təklik yazmaq. Təklik yazacaqsan, 1C yazacaqsan. 1-i yazmağın nə mənası var? Yəni, niyə görə yazmırıq? Riyaziyyatda hərfin qarşısında əgər dəyişəndir də bu hərf deyim, dəyişən deyim buna. Hərfin qarşısında 1 yazmağın mənası yoxdur. 2-dən başlayaraq yazırsan, amma 1 yazmağın mənası yoxdur. Ona görə yazmıram. Əslində 111 yazmalıyam, amma 1-i yazmıram. Yaxşı mı? Yaza da bilərsən, yazmaya da bilərsən. Əgər çalışırsansa 9-cu sinifdəsə yaza bilərsən. ABCD-nin açılışı tutalım. Nə olacaq ABCD-nin açılışı? Baxın, burada qaydada yazmışam. 1000A, 100B, 10C plus D. Gördünüz mü? Bəs bunu tapmaqda çətinlik çəkirsənsə, A, B, C, D, 10-mu, 100-mü, 1000-mi yazım. Yəqin ki, çox çətinlik çəkməz bunda. Bax, əgər A-nı götürürsənsə, A-dan sonra götürdüyün hərfdən sonra neçə dənə hərf var? 1, 2, 3. Onda demək ki, bunların hər biri bir dənə sıfırı bildirir. Götürdüyündən sonraki hərflərin əvəzinə sıfır yazırsan. 3 dənə sıfırlı nədir? 1000A olacaq. Üstə gəl. İndi B-ni götürürəm. Götürdüyümdən sonra neçə dənə hərf qalır? 2 dənə hərf qalır. 0, 0 yazsan, onda 100 edir. Fikirləşirəm ki, 2 dənə sıfırlı nə var? 100-dür. Onda olacaq 100B. C-ni götürəndə üstə gəlsə. Götürdüyümdən sonraya baxıram. Neçə dənə qalıb? Bir dənə D qalıb. Bir dənə sıfır yazıram. Bir dənə sıfırlı da nə var? Bir dənə sıfırlı 10-dur da. 10C plus D-də dedim ki, axırıncı hərf təkliyi bildirir. Təkliyi də 1 sayılır. Birinin əvəzinə heç bir rəqəm yazmır. Heç bir, yəni mərtəbə vahidi 10, 100, 1000 yazmır. 1-1-dir, də elə 1-dir. Sonra uşaqlar keçək bizim məşhur suallarımızdan. Deyir ki, ədəddə neçə təklik, neçə 10-luq, neçə 100-lük, neçə 1000-lik var? Bu suallar sizə aşağı siniflərdən yəni qarşınıza çıxır. Tutalım, burada vermişəm 16738 ədədindən neçə təklik var. Təklik var deyirəmsə sizə, təklik sözündə neçə sıfır? Ümumiyyətlə, təklik sözündə, təklik ədədin, təklikdə sıfır eşitmisənsə, sıfır harada başlayır? 10-luqdan başlayır. 10-luqda bir dənə sıfır var, 100-lükdə 2 dənə sıfır, 1000-likdə 3 dənə sıfır var, düzdür? Təklikdə sıfır yoxdur. Yoxdur.
yoxdur sözünü deyirəm, görürsən? Yoxdursa demək heç sən silməyəcəksən. Elə özü qədər, yəni 16.738 qədər təklik var. Təklikdə deyirəm, ümumiyyətlə təklik, onluq, yüzlük, minlik var deyəndə, sən həmin dediyimdə olan sıfırların sayı qədər rəqəm, ədədin sonundan həmin sıfırların sayı qədər rəqəm siləcəksən. Amma təklikdə sıfır yoxdur axı, nə siləsən? Elə özü qədər təkliyi olacaq. Məsələn, burada birini baxaq. 151-də neçə təklik var deyirəm. Deyirsən ki, ay müəllim, təklikdə heç bir sıfır olmadığına görə ədədə dəymirəm, heç nə silmirəm. Elə özü qədər təkliyi var deyirəm. Yəni 151 qədər təkliyi var deyirəm. Yaxşı. Deyirəm ki, 16.300 neçədir orada? 738. Gəl onu yazaq. 738-də neçə yüzlük var deyirəm. Yüzlük. Neçə yüzlük var? Sən nə deyirsən ki, qaydanı mənə demişsiniz ki, dediyində olan sıfırların sayı qədərdir. Yüzlükdə 2 dənə sıfır varsa, 2 sıfır qədər sondan silirəm. 1, 2. Yerdə qalan hissə qədər yüzlük var. 167 qədər yüzlük var. Bu qədər sadə idi, gördün? Yəni dediyində olan sıfırların sayı qədər sondan silirsən, yerdə qalan qədər sənin yüzlüyün, minliyin, 10 minliyin nə qədər deyirsə o olur. Amma təkliyin var deyəndə silmirsən. Heç nə silmirsən, elə özü qədər olur. Getdi. Bax, burada bir yazmışam. Neçə onluq var desə, dediyi mərtəbədə neçə sıfır varsa, ədədin sonundan o qədər sıfır silirik. Onluqda bir dənə sıfır var deyə, ədədin sonundan bir rəqəm silirik. Uşaqlar, görürsünüz necə dənə-dənə yazmışam. Çünki mən bunu sizin öhdənizə buraxsam, dərsi izah eləsəm, siz bunu mənim kimi bir-bir yazmayacaqsınız. Yazsanız da xəttinizi başa düşməyəcəksiniz. Hə, bu yaxşı yazanlara aid deyil. Mənim elə çox qəşəng qeyd tutan uşaqlarım olub ki, özüm belə heyranlıqla baxmışam ki, ay Allah, mən bunlar kimi qeyd tuta bilmirəm. Yəni dəftər elə bil ki, kitab kimidir. Dəftər adamı elə gəl-gəl edir. Elə baxdıqca baxmaq istəyirsən onun qeyd dəftərinə ki, mənim elə şagirdlərim olub. Yəni o qədər super qeyd tuturlarmış da onlar. Məsələn, neçə ay keçir dəftərləri yoxlamaq istəyəndə, atın mənə videoları falan qeydləri deyəndə, görəndə özüm belə heyranlıqla baxıb dəfələrlə paylaşmışam. Ona görə yəni onlara aid deyil bu sözlərim. Demək, burada bir ədəd vermişəm. 1.739.365 ədədində neçə onluq var demişəm. Neçə onluq olacaq? Onluqda bir dənə sıfır varsa, bax, bir dənə sıfır varsa, onda demək ki, bir dənə sıfır siləcəm ədəddən. Və onda olacaq, bir dənəsini siləndə 173.936 onluq olmuş olacaqdır. Neçə yüzlük var desəm, 2 dənə siləcəm. Demək, getdik. Gəlirik. Bu artıq bu tip suallar məsələn düşəndə deyərəm mən 9-lara düşər. 11-in buraxılışına da düşər. Amma gəl gör bloka düşməz. Çünki blok üçün sadədir bu sual. Bəs bloka nə tip düşər? Bax bu tip. Bu sadədən bir tık çətindir. AB tam yüzdəsi idi. Görsən, xəttin altındadır özü.